Xanım, üzr istəyirəm sizə. Mən olar bir söz. Gəncəsən məndən dəstək istədi ki, mən dəstək olmadım. Buyur, buyur. Adını çəkdiyimiz o gənc dostumuz həyatında 2 arzusu var idi. Mənim filmə çıxmaq, bir video çəkmişdi, onu filmə dəvət eləmişdim. Sonra da onu Toylar Kralına dəvət eləmişdim. Və sonra bir gün gördüm ki, kimsə mənə irad edib. Bu camiada mənim təmənnasız dəstək olduğum adamlar mənim haqqımda fikir bildirəcək ən axırıncı adamlar olacaq bu camiada, show biznesdə. Baxın, mən 25 ildir bu sahədəyim, bir prodüser kimi. Bugün bəzi xalq artistləri var ki, onların Wikipediyası yoxdur. Çünki Wikipediya Amerikaya aiddir və ensiklopediyadır. Hər müğənnini belə götürmürlər, sirirlər orada. Dostumuzun dünən istehzalı danışığı xoşuma gəlmədi. Lamiyanın verişinə pul verib çıxmaq olar. Amma Samirət bir qadındır, bir zəng vurub, bir demək olar ki, hə Samirə xanım, mən Oktay bəylə özüm danışaram da kişi-kişi. Bu günləri nəsə, bilirsiniz, hər şeyin yeri ayrı düşüb. Bu günləri bir gənc çıxır, deyir, mən obrisindən yaxşı oxuyuram. Söhbət bundan getmir. Nə o oğlan o mahnıya görə, Səidə var burada faktoru. Burada kiməsə nəsə keçdirər, Səidənin xətrinə keçərlər. Adəm Səidə ilə o mahnını oxuyubsa, burada birinci faktor Səidə Dadaşovadır. Adəm də pis ifaçı deyil, mənim Toylar Kralında mən neşənci yerə gəl. Amma istehzalı çıxış tam başqa bir şeydir. İnsan, mən həmişə pislərdə oluram. Bugün bunlar hamısı mənim qonağımdırlar, düzdürmü? Məndə qonaqdırlar bunlar. Bunlara istədiklərini icazə verim, danışsınlar. Amma bəzi müğənnilər pul verib efirə gəlir və efirdə söz sahibi sayırlar sözünü. Bu düz deyil. Samirə bir qadındır, bir xanımdır və illərlə də istəyir meyxana oxusun, istəyir mahnı. İllərlə də bu sənətdədir. Pisi ilə ya Samirəni alanıb, aldalıb, sadan-sadıb varlanıb. Amma o da bir bəydir. O Oktaya zəng vurardı. O demir ki, mən əsər yazmışam. Özü gənc deyirsə, oğlan maşallah ailəlidir, uşağı var. Bütün günü qaz vurur, qazan doldurur. Aparsın 200 manatlıq bir dənə qonaqlıq versin Oktaya. Çünki malının halallığını alım. Oktay da gündə toya gedilir. 500 manat Oktayın cibinə basaydı, deyirdi halal elə. Nə olar? Oktay da bizim Azərbaycanımızdır. Mən onu demək istəyirəm, anam. Var olun. Təşəkkür ederim zəngimizə görə. Buyur.